Salam əziz dostlar, mən Anar İbrahimov. Bugünkü videomda sizə 6-cı siniflər üçün nəzərdə olmuş Namazovun Riyaziyyatdan çalışmalar kitabında səhifə 73-dəki məsələ 24 və 25-i izah edəcəm. Qeyd edim ki, bundan əvvəlki məsələləri bundan əvvəlki videolarımda izah etmişəm. Baxa bilərsiniz. Məsələ 24. Malın qiyməti 25% bahalaşdırılmışdır. Onun qiymətini neçə faiz ucuzlaşdırmaq lazımdır ki, əvvəlki qiymət alınsın? Bunun iki üsulu var, məsələni həll etməyə. İndi bu videoda mən hər ikisini izah edəcəm. Qeyd edim ki, bundan əvvəlki məsələ 23, eyni bunun kimi idi. Sadəcə orada ucuzlaşdırmışdılar, bu məsələdə isə 25% bahalaşdırırlar. İndi hər ikisini ucuzlaşdırmanı əvvəlki videoda izah etmişəm, indi isə bahalaşdırmanı detallı ilə izah edəcəm. Əvvəlcə birinci üsula baxaq. Malın qiymətini X götürək. Məsələ deyir ki, malın qiymətini 25% bahalaşdırdılar. 25% bahalaşdırılmışdır. Qiymət X-dirsə 25% artdıqda, yəni bahalaşdıqda X üstəgəl X-in 25%. Yəni X vur 25%. Düzdürmü? Bu deyilir X üstəgəl 0,25X. O da bərabərdir. X üstəgəl 0,25X edir 1,25X. Məsələdə bizdən soruşur ki, onun qiymətini neçə faiz ucuzlaşdırmaq lazımdır ki, əvvəlki qiymət alınsın. Yəni ki, 1,25X-i yəni hansı ki 25% bahalaşdırıb almışdıq 1,25X. Neçə faiz yenidən azaltmaq lazımdır ki, qayıtsın əvvəlki X olsun, yəni 1X olsun. 1,25X-i də X etmək üçün ondan 0,25X çıxmaq lazımdır. Düzdür? Yəni ki, 1,25X-i X-dən çıxırıq X-i, bu deyək 0,25X qədər azaltmaq lazımdır. Ona görə də bizə lazımdır deməli tapmaq ki, 1,25X-in daha doğrusu 0,25X 1,25X-in neçə faizidir? Burada tənasib qururuq. 100%imizdə 1,25X-dirsə, A faizimizdə 0,25X-dir. Burada tənasib biraz qeyri-adi görünə bilər. Çünki burada iki dənə məhsul var. Həm X var, həm A var. Amma məsələn, daha doğrusu həll etdikdə görəcək ki, bunun çox rahatdır. Çünki hər iki tərəfdə X olduğu üçün onlar X-lər bir-birinə ixtisar edir və özlüyündə yox olur. Yəni, burada da A faizlərinə görə götürmüşəm ki, yəni X-dən fərqlənsin. Bunun yerinə B, C və digər ədədlər də götürə bilərik. Buradan A bərabərdir. Hansı ki, axtarılan rəqəm, axtarılan faiz bərabərdir. 100% bu 0,25X böl 1,25X. X-lər göründüyü kimi hər ikisi bir-birinə islah olur, bir-birinə ixtisar edir, qalır 0,25 vur 100 böl 1,25. Bu da eləyir 20%. Demək ki, malın qiymətini 25% bahalaşdırdıqdan sonra əvvəlki qiymətinə qaytarmaq üçün 20% onun qiymətini ucuzlaşdırmaq lazımdır. Bu birinci üsul. Gəlin indi ikinci üsula baxaq. Burada ikinci üsulda əvvəlki videoda qeyd etdiyim kimi eynidir. Yerinə rəqəm qoymaqla həll edirik. Burada mən 100 manat qoyuram, 100 qoyuram. Nəyə görə 100 qoyuram? İstənilən rəqəm qoy. 5-də, 3-də, 20-də, 200-də, 1000-də və s. qoya bilərik. Amma 100 ona görə qoyuram ki, həm hesablaması rahatdır, həm də çox sadə hesablamalar. Yəni burada xüsusi hesablamağa ehtiyac yoxdur, şifahi özümüz həll edəcək. Baxın, malın qiymətini götürürük 100 manat. Malın qiymətini 25% bahalaşdırdıqda, 100 manatı 25% bahalaşdırdıqda neçə manat olur? 100% üstəgəl 100-ün 25%. 100-ün də 25%-i bildik ki, 25 deyilər. Yəni 100 üstəgəl 25, bu deyil 125 manat. Yəni 100 manatlıq malı 25% bahalaşdırdıqda olur 125 manat. 100 üstəgəl 25 manat. Məsələdə bizdən soruşur ki, 125 manatı hansı ki bahalaşdırılmış dəyərdir. Yəni bahalaşdırdıqdan sonra olan rəqəm 125-dir. 125 manatı neçə faiz azaltmaq lazımdır ki, əvvəlki qiymətinə, yəni 100 manata çatsın. Düzdür? Buradan da deməli 125-dən 25 manat çıxmaq lazımdır ki 100 manat olsun. Düzdür? 125-dən 100 çıxırıq, 25 tapırıq. Burada da biz tapmalıyıq ki 25, 125-in neçə faizidir? Yəni də tənasib qurduq. 100%imizdə 125-dirsə A faizimizdə 25-dir. A bərabərdir 100 vur 25 böl 125. Bu deyilir 20%. Bu videomda bu qədər. Növbəti videomda sizə məsələ 25-i izah edəcəm. Hələlik.